Salam, hər vaxtınız xeyir. Deməli, 16-sı 11-ci ay 2025-ci il OTK sınağı 56-cı sualdan başlayaq. Baxın, birinci sual mübtəda xəbər uzlaşmasıdır. Yəni, burada baxın, söz önünə qədər olan hissəmiz təkdə olduğuna görə mütləq xəbər də nə olacaq? Təkdə. Deməli, burada üçüncü fe'ilimizdə, take fe'ilimiz S qəbul etdiyinə görə xəbər təkdir. Yəni, burada 3 yanlışdır. Və həz də burada nədir? Yanlışdır. Cavab qalır 1, 2, 5. Çünki söz önünə qədər olan hissəmiz cəm olduğuna görə mütləq olaraq xəbərlə nə olur? Cəm olur. İndi isə 57-ci testə baxaq. Deməli, 57-ci testə baxın, burada road yol da isimdir, solution da nədir? İsimdir. Sadəcə olaraq birinci halda B variantına elotdan sonra isim gələ bilməz. Ona görə birinci halda B variantımız yanlışdır. İkincidə D variantına sifətin üstünlük dərəcəsinin qarşısında Z gəlməlidir. Gəlmədiyinə görə bu da yanlışdır. İndi biz qalırıq A-dır, C-dir və yaxud Y variantı arasında. Burada C variantı olacaq. Bu zaman tərcüməyə baxmaq lazımdır. Solution a traffic jam is a build road. Tıxacın həlli üçün daha çox yollara tikmək lazımdır. Axı biz burada deyə bilmərik ki, tıxacın həlli üçün az yollar tikmək lazımdır. Ona görə burada few'lar da yanlış olduğuna görə cavab burada qalır C variantı. Deməli, 58-ci testə baxın. Baxın, bu to adi dərəcəyə aid olur. Adi dərəcəyə aid olduğuna görə biz burada mo-nu götürə bilmərik. Bu mo müqayisə dərəcəsidir. Həmçində match da müqayisə dərəcəsidir. Bir də matchdan sonra sayılmayan tək isim gələr. Orada cars cəmdədir. To a little, a few birləşməsi yoxdur. D-də və yaxud to a lot of birləşməsi yoxdur. Bu da yanlışdır. Cavab qalır C variantı. Deməli, 59-cu testə baxaq. 59-cu testə, baxın, burada very adi dərəcəyə aid olur. Burada B-dən A-sədə IA müqayisədir, mo müqayisədir. Deməli, mo-dan sonra IA gələ bilməz. Yenə də bir daha deyirik, very adi dərəcəyə aiddir. Burada E variantına ikinci tərəf müqayisə olduğuna görə yanlışdır. Yəni, burada cavab qalacaq A variantı. A yox, B variantı üzrü sayın. Və sual ola bilər, müəllim, orada E artikli gəlib. Chocolate pie. Pie sayılan isim olduğuna görə adi və müqayisə dərəcəsindən sonra sayılan isim gəlirsə, həmin ismin qarşısında mütləq E-yə artıq nə etməlidir? Gəlməlidir. İndi baxırıq biz burada, deməli, 60-cı sualda. 60-cı sualda bu əvəzlik bölməsinə aid olur. Baxın, burada mənim həmkarım. Həmkar həm qadın ola bilər, həm də kişi ola bilər. Ona görə orada cavab qalır herselfdən himself. Yəni, herselfdən himself, burada cavab D variantı. 61-ci testdə düzgün variantı tapmalıyıq. Deməli, baxın, burada menecer sayılan isimdir. Sayılan isim olduğuna görə mütləq qarşısında E-yə artıq gəlməlidir. B-də match müqayisə yaratmalıdır. Ya cümlədə mo olmalı idi, ya da IA olmadığına görə yanlışdır. Birinci halda B variantımız yanlışdır. C variantında emo careful manager olmalıdır. Çünki menecer sayılan isimdir. Adı və müqayisə dərəcəsindən sonra sayılan isim gəlirsə, həmin ismin qarşısında E-yə artıq işlətməliyik. Burada işlənmədiyinə görə C-də səhvdir. Most sifətin üstünlük dərəcəsinin qarşısında Z olmalıdır. Bir daha deyirəm, menecer sayılan isim olduğuna görə E-yə artıq işlənməlidir. İşlənmədiyinə görə Y-də yanlışdır. Yəni, cavab burada qalır A variantı. Deməli, 62-ci sualda choose the line of the noun ismi tapın. Deməli, baxaq, birinci testdə identicalda al isim düzəldən şəkilçidir. The same isim yox, sifət düzəldən şəkilçidir. The same sifətdir və yaxud flat sifətdir və yaxud crucial, bu da sifətdir. Yəni, cavab burada qalır C variant. Səxavətlilik, karandaş, bir də könüllü. Deməli, bir şeyi yadınızda saxlayın. Əgər iç nöqtədən sonra sayılan isim gəlirsə, mütləq bunların qarşısına artikl gəlməlidir. Yəni, birinci və ikinci üç nöqtədə də artikl olmalıdır. Country və yaxud man sayılan isim olduğuna görə, sayılan isimlərində qarşısına E-yə artikl gəldiyinə görə, burada cavab qalacaq C variantı. 64 mübtəda xəbər bölməsinə aiddir. Biz bilirik ki, one of ismi cəmdə xəbəri təkdə tələb edir. Təkdə tələb etdiyinə görə burada A, have, v yanlışdır. Burada da cause cəmdə olduğuna görə bir A variantına is də yanlışdır. Yəni, cavab burada qalır B variantı. 65-ci testdə. Baxın, room, otaq isimdir. Deməli, özdən sonra isim gələ bilməz. Aslı gəlir kəvədilər cümlənin sonunda gələ bilməz. Burada Z ilə yoda yanlışdır. Cavab qalır D variantı. Deməli,
Baxın 66-cı testdə. 66-cı testdə ümumiyyətlə bir şey yadınızda saxlayın. Törəmə əvəzliklərindən sonra sifət gəlir. Burada da sifət gəlib. Deməli biz burada mütləq nə götürməliyik? Törəmə əvəzləri. We were bored. Deməli baxırıq orada ikinci nöqtədən sonraki gələn tərcüməyə baxın. Biz darıxmışıq və yaxud darıxırdıq cümləsində. Deməli iclasda maraqlı heç nə yox idi ki, biz darıxırdıq da. Everything hər şey, something nəsəng, anything heç nə, all hamı bu quruluş cəhətdən, qrammatik cəhətdən yanlışdır. Yəni burada cavab qalır C variantı. 67-ci testdə, baxın birinci testdə miqdar sayından sonra cəm isim gəlir. Cəm isim gəlirsə onun yiyəlicalı S apostrof olmalıdır. Burada apostrof S'dir. İkinci testdə many, few, a few-dır, several'dır. This, those-dan sonra sayılan cəm isim gəlir. Burada S apostrof olmalıydı. Apostrof S olub. Yəni cavab qalıb burada 3 ilə 4. Burada make-up sentezdir. Cümlənin birinci. Ümumiyyətlə bir şey yadınızda saxlayın. Make-up sentezdə az sözlərdən istifadə edilib ki, hər bir cümləyə baxmaq lazımdır. Hər bir sözə. Cümlə burada 2 ilə başlayar. Fearful, uğursuzluq. Deməli, uğura gedən bir nədir? Yoldur. Yəni uğursuzluq cümlənin burada mübtədası gedir. Is xəbərimiz gedəcək. Orada da sifət ismi təyin edib. E-yə artıq gələcək 6. Sonra da 3. Sonda da gələcək nədir? 1. Yəni cavab qalır burada B variantı. Deməli 69-cu testdə cavab 2 isim yanbayan gəlsə mütləq ikinci tərəfə baxırıq. Few'dan sonra gələn fence sözümüz burada cəmlənməlidir. Cəmlənmədiyinə görə 1 yanlışdır. Və üçüncü testdə a lot of-dan sonra sayılan isim gəlirsə, o isim cəmlənməlidir. Burada tuz, pasta yox, tüyüb sözü cəmlənməlidir. Cəmlənmədiyinə görə bu yanlışdır. Yəni cavab qalır 2, 4. Cavab burada D variantı. Deməli, definition'dir. Deməli, invisible nədir? Görünmə deməkdir. Görünməz deməkdir. Yəni buna 1-ə cavab olur burada C variantı. Görünə bilməyən 1-ə C. 1C. 2-yə accurately dəqiqlik deməkdir. Ona görə biz bütün detalları düzgün olan 2-yə olacaq deməli A variantı. 6 crucialda vacib mühüm deməkdir. 3-ə də olacaq B variantı son dərəcə vacib. Yəni cavab olmalıdır C, A, B. Üzrə sayın. Burada da cavab D variantı. 71-ci testdə mübtəda xəbər bölməsinə aiddir. Biz deyə bilərik müəllim, burada söz önünə qədər olan hissəmiz cəmdədir. Xəbər burada cəm olmalıdır. Amma cümlə C ruhla başladığına görə xəbər nə olur? Tək olur. Yəni cavab burada olacaq 1, 2, bir də nədir? 4-dür. Yəni cümlə ayıncılı feillə və yaxud məslərlə başlayırsa bu zaman xəbər nə olur? Tək olur. Yəni götürəcək cavab 1, 2, 4. 1, 2, 4 hansıdır burada? A variantı.